Hər kəsi xoş gördük. Elmi və texnoloji yeniliklərdən xəbərdar olmaq üçün Deyiro növbəti dəfə efirdədir. 3-cü bölümümüzə başlayırıq. Sürətli şəkildə başlayaq. Instagram artıq təkcə foto və qısa videolar platforması olmaq istəmir. Görünür şirkət bu dəfə gözünü YouTube və hətta Netflix kimi nəhənglərə tikib. Məlumatlara görə Instagram televizorlar üçün hazırladığı yeni tətbiq üzərində işləyir. Amma məqsəd sadəcə Reels videolarını böyük ekranda göstərmək deyil təbii ki. Şirkət daha uzun videolar, serial formatlı məzmunlar və canlı yayımlar üçün yeni imkanlar hazırlayır. Yəni gələcəkdə Instagramda bir neçə saniyəlik videolarla yanaşı ardıcıl epizodlardan ibarət proqramlar və hətta televiziya verilişlərinə bənzər məzmunlar da görə bilərik. Bu addım təsadüfi deyil. Son illərdə insanlar telefonda qısa videolar izləsələr də evdə televizor qarşısında daha uzun məzmunlara vaxt ayırırlar. YouTube artıq smart televizorlarda dünyanın ən çox izlənilən platformalarından birinə çevrilib. Instagram isə məhz elə bu bazardan pay almaq istəyir. Əgər layihə həyata keçsə, məzmun yaradıcıları üçün də yeni imkanlar açacaq. Bu gün Instagram əsasən 30 saniyəlik və ya bir neçə dəqiqəlik videolarla tanınır. Sabah isə eyni platformada tam bir veriliş, podkast və ya mini serial yayımlamaq mümkün ola bilər. Bu xəbər xüsusilə kontent yaradıcıları üçün maraqlıdır, çünki uzun illərdir sosial media qısa videolara üstünlük verirdi. İndi isə görünür ki, platformalar yenidən uzun formatlı məzmuna qayıtmağa başlayırlar. Əgər bu plan reallaşsa, gələcəkdə insanlar axşam televizor açanda Netflix, YouTube və Instagram arasında seçim etmək məcburiyyətində qala bilərlər. Təsəvvür edin ki, sağlamlığınızı izləmək üçün nə ağıllı saat taxmağa, nə də qolbaq gəzdirməyə ehtiyac yoxdur. Sadəcə dərinizə bir neçə xətt çəkirsiniz və həmin xəttlər sensor kimi işləməyə başlayır. Alimlər yeni nəsil elektron tatu texnologiyası hazırlayıblar. Bəli, düz eşitdiniz. Bu tatu əslində mürəkkəb deyil, elektrik keçirən xüsusi materiallardan hazırlanmış nazik sensorlardır. Onlar birbaşa dərinin üzərinə çəkilir və bədənin müxtəlif göstəricilərini izləyə bilirlər. Məsələn, ürək döyüntüsü, əzələ fəaliyyəti, hərəkətlər və hətta bəzi bioloji siqnallar real vaxtda ölçülə bilir. Maraqlısı isə budur ki, bu sensorlar ənənəvi ağıllı saatlardan fərqli olaraq dərinin səthinə tam uyğunlaşdığı üçün daha dəqiq məlumat toplaya bilir. Araşdırma zamanı alimlər sensorları sadəcə fırça və ya xüsusi qələm vasitəsilə dəriyə tətbiq ediblər. Nəticədə elastik, yüngül və demək olar ki, hiss olunmayan elektron sistem əldə olunur. Əgər texnologiya geniş istifadəyə keçərsə, gələcəkdə xəstəxanalarda pasiyentlərin vəziyyətini izləmək, idmançıların performansını ölçmək və hətta günlük sağlamlıq nəzarəti üçün belə istifadə oluna bilər. Yəni gələcəkdə qolumuzdakı saatı çıxarıb onun yerinə sadəcə bir neçə xətt çəkə bilərik. Siqaret istifadəsini azaltmaq üçün müxtəlif ölkələr fərqli üsullardan istifadə edirlər. Siqaretin zərərləri barədə videosaxlar hazırlanır, müxtəlif maarifləndirici tədbirlər keçirilir və s. Böyük Britaniya isə bu il bu istiqamətdə kəskin bir addım atdı. Ölkədə qəbul olunan yeni qanuna əsasən 2009-cu ilin yanvarın 1-dən etibarən doğulan insanlar həyatları boyunca heç vaxt siqaret ala bilməyəcəklər. Yəni bu gün 17 yaşı olan bir gənc gələcəkdə 30, 40, 50, 60 yaşı olsa belə ona siqaret satmaq qanunsuz olacaq. Bu qərarın məqsədi yeni nəsildə siqaret asılılığını tamamilə aradan qaldırmaq və tüstüsüz gələcək formalaşdırmaqdır. Çünki statistika göstərir ki, siqaret çəkən insanların böyük əksəriyyəti bu vərdişə məhz yeniyetmə yaşlarında başlayır. Əgər gənclər siqaretə ümumiyyətlə çıxış əldə etməsələr, gələcəkdə siqaret çəkənlərin sayı da kəskin azalacaq. Böyük Britaniyada ömür uzunluğunun ortalama 80 il olduğunu nəzərə alsaq, deməli təxminən 60 il sonra ölkədə siqaret alma hüququ olan heç kəs qalmayacaq. Amma hər kəs bu planın işləyəcəyinə inanmır. Ekspertlər bildirirlər ki, təkcə satış qadağası kifayət etməyəcək. Əgər qeyri-qanuni satış kanalları bağlanmasa, qanun gözlənilən effekti verməyə bilər. Bununla belə, Böyük Britaniyanın bu qərarını dünyada ən cəsarətli anti-tütün təşəbbüslərindən biri hesab edə bilərik. Əgər uğurlu olarsa, gələcəkdə başqa ölkələr də mütləqdir ki, oxşar modeli
tətbiq etməyə çalışacaqlar. ABŞ-da keçirilən hərracda qas ləqəbli dinozavr skeleti rekord qiymətə düz 50 milyon dollara satılıb. Bu indiyə qədər hərracda satılan ən bahalı dinozavr fosilidir. Təxminən 67 milyon il yaşı olan bu nəhəng canlı 3,8 metr hündürlüyündə və 11 metr uzunluğundadır. Skelet 183 fosilləşmiş sümükdən ibarətdir və alimlərin fikrincə indiyə qədər aşkar edilmiş ən böyük və ən yaxşı qorunmuş dinozavr nümunələrindən biridir. Maraqlısı odur ki, skeletin üzərində çoxsaylı sınıq və sağalmış zədə izləri aşkarlanıb. Bu isə göstərir ki, qaz həyatı boyu müxtəlif döyüşlərdən və çətinliklərdən keçərək sağ qalmağı bacarıb. Başqa sözlə, bu skelet təkcə dinozavrın ölçüsünü deyil, eyni zamanda onun həyat hekayəsini də özündə daşıyır. Hərrac zamanı 7 iştirakçı arasında gərgin mübarizə yaşanıb və təxminən 10 dəqiqə davam edən təklif yarışından sonra anonim telefon zəngi ilə skelet satılıb. Özü də 50 milyon dollara. Yeni sahibinin kim olduğu isə bəlli deyil, lakin bu satış elm dünyasında müzakirələrə səbəb olub. Bir çox paleontoloq hesab edir ki, bu cür nadir fosillər şəxsi kolleksiyalara deyil, muzeylərə və elmi mərkəzlərə məxsus olmalıdır. Çünki belə nümunələr alimlərə milyonlarla il əvvəl yaşamış canlılar haqqında yeni məlumatlar əldə etməyə kömək edir. Şəxsi kolleksiyalara düşdükdə isə onların tədqiq olunması çətinləşə bilir təbii ki. Digər tərəfdən bu cür rekord satışlar insanların paleontologiyaya və tarixə marağını artırır. Nəticədə həm muzeylər, həm də elmi araşdırmalar daha çox diqqət qazanır. Bəs süni intellektin tibbi sağlamlıq sahəsinə tətbiqi barədə daha əvvəl də danışmışdıq. Nüfuzlu AI şirkətləri OpenAI, Anthropic və Stripe yeni layihəyə milyonlarla dollar yatırım edib. Məqsəd insanların ən çox xəstələndiyi problemlərdən biri məhz tənəffüs yolu infeksiyalarının qarşısını almaqdır. Bəli, bildiyimiz qrip və digər tənəffüs yolu virusları milyonlarla insanın xəstələnməsinə, xeyli insan həyatını itirməsinə səbəb olur. Üstəlik, bu xəstəliklər təkcə sağlamlığa deyil, iqtisadiyyata da böyük zərər vurur. İş günləri itirilir, xəstəxanaların yükü artır və səhiyyə xərcləri yüksəlir. Məhz buna görə də bir qrup alim və texnologiya şirkəti fərqli bir yol seçib. Onlar ChallengeWorks və Airborne Infection Control Hub kimi təşəbbüslərlə birlikdə qapalı məkanlarda havanın keyfiyyətini yaxşılaşdıracaq yeni texnologiyaların hazırlanmasını maliyyələşdirirlər. Bəs bu necə mümkün olacaq? Virus necə yayılır? Bağçadan, məktəbdən, ofis və iş yerlərindən və ya kütləvi nəqliyyat vasitələrindən. Yəni, təbii ki, qapalı məkanlarda insanlar bir-birini daha çox yoluxdurur. Sözü gedən yeni texnologiya vasitəsilə artıq bu qapalı məkanlarda daha güclü hava filtrləri, ağıllı ventilyasiya sistemləri, virus hissəciklərini aşkarlayan sensorlar və yeni dezinfeksiya üsullarını əhatə edən kompleks yanaşma tətbiq oluna bilər. Bəs texnologiya şirkətləri ümumilikdə niyə buna maraq göstərir? Çünki sağlam iş mühiti həm də insanların rifahını artırdığı kimi iqtisadi itkiləri də azaldır. Pandemiya göstərdi ki, görünməyən bir virus bütün dünyada şirkətlərin fəaliyyətini necə dayandıra bilər? Necə milyardlarla dollar zərər yarada bilər? Buna görə də bəzi ekspertlər hesab edir ki, gələcəyin ofisləri və məktəbləri internet və elektrik qədər keyfiyyətli hava sistemlərinə də sahib olmalıdır. Əlbəttə, bu təşəbbüs hələ ilkin mərhələdədir və onun real nəticələrini görmək üçün bir qədər zaman lazım olacaq. Əsas odur ki, dünyanın böyük texnologiya şirkətləri artıq təkcə proqram təminatına deyil, nəfəs aldığımız havanın keyfiyyətinə, dolayısıyla sağlamlıq sahəsinə də investisiya etməyə başlayıblar. Bu sevindirici haldır. Bu canlını iki hissəyə bölsəniz də, hər iki hissə yenidən tam bir canlıya çevrilə bilir. Söhbət
Planaria adlanan yastı qurddan gedir. Planariyaların ən maraqlı xüsusiyyəti inanılmaz regenerasiya qabiliyyətidir. Regenerasiya itirilmiş bədən üzvlərinin yenidən bərpasına deyilir. Əgər onların bədəninin böyük hissəsi zədələnsə, qalan hissədəki xüsusi kök hüceyrələr sürətlə bölünərək itirilmiş toxumaları yenidən yaradır. Bəzi hallarda hətta bədənin kiçik bir hissəsindən belə tam yeni planariya inkişaf edə bilir. Təsəvvür edirsinizmi? Başı kəsilir və yeni bir baş yaranır. Planariyaların bədənində neoblast adlanan xüsusi kök hüceyrələr var. Bu hüceyrələr lazım olduqda sinir sistemi, əzələ, dəri və digər toxumalara çevrilə bilir. Məhz buna görə zədələnmiş hissələr yenidən rahatlıqla formalaşır. Bu xüsusiyyət alimlərin diqqətini uzun illərdir artıq cəlb eləyir. Çünki əgər planariyaların regenerasiya mexanizmini tam anlaya bilsək, gələcəkdə insanlarda zədələnmiş toxumaların bərpası, onurğa beyni zədələri və bəzi xəstəliklərin müalicəsi üçün yeni üsullar hazırlamaq mümkün ola bilər. Ancaq burada vacib bir məqam var. Bu o demək deyil ki, insanlar da gələcəkdə kəsilmiş əllərini və ya digər orqanlarını planariya kimi yenidən böyüdə biləcəklər. İnsan orqanizmi ilə planariyanın biologiyası arasında çox böyük fərqlər var. Alimlər bu canlıları öyrənərək yalnız regenerasiya prosesinin necə işlədiyini daha yaxşı başa düşməyə çalışırlar. Yəni məsələ bundan ibarətdir. Təbii ki, planariya ölümsüz canlı deyil. Sadəcə təbiətin ən güclü özünü bərpa etmə qabiliyyətinə malik canlılarından biridir. Bəli, bəzən ən böyük tibbi kəşflərin sirri nəhəng laboratoriyalarda yox, cəmi bir neçə santimetrlik kiçik canlıların daxilində də gizlənə bilir. İnsana bənzər robotlar addım-addım real həyatımıza yaxınlaşır. Çinin Booster Robotics şirkəti Booster T2 modelini təqdim etdi. Bu tükürpədici görüntülər şirkətin rəsmi tanıtım videosundandır. Təxminən 1.40 boyunda olan robot sürətli qaça bilir, yıxılır, yerə uzanır, yenidən ayağa qalxır, əşyaları daşıyır və çətin akrobatik hərəkətləri asanlıqla yerinə yetirir. Vacib məqam ondadır ki, Booster T2 sadəcə proqramlaşdırılmış əmrləri yerinə yetirmir. Ətraf mühiti qavrayır və ona uyğun reaksiyalar verir. Belə ki, robotun daxilində NVIDIA-nın güclü hesablama platforması yerləşdirilib. Bu sistem ona kameralar vasitəsilə topladığı məlumatları emal etməyə və ətrafında baş verənləri anlamağa imkan verir. Başqa sözlə desək, robot sadəcə görmür, eyni zamanda gördüklərini şərh etməyə çalışır. Bu isə onu adi sənaye robotlarından fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Şirkət bildirib ki, Booster T2-nin platformasını açıq qaynaq olaraq təqdim edib. Belə ki, universitetlər, laboratoriyalar və texnologiya şirkətləri bu platformadan istifadə edərək yeni süni intellekt modellərini və robot davranışlarını sınaqdan keçirə biləcəklər. Bu da gələcəyin robotlarının daha sürətli inkişaf etməsinə şərait yaradacaq. Görəsən şirkət daha sürətli deyəndə nəyi nəzərdə tutur? Onsuz da son dövrlər robot texnologiyası yetərincə sürətlə inkişaf etmirmi? Görünür robotlar artıq gələcəyin texnologiyası anlayışından bugünün reallığına çevrilir. Avropa İttifaqı Metaya sərt xəbərdarlıq etdi. Əgər şirkət Instagram və Facebookda bəzi funksiyaları dəyişməsə, milyardlarla avro cərimə ilə özləşə bilər. Söhbət əsasən iki funksiyadan gedir: sonsuz sürüşdürmə və videoların avtomatik başlaması. Bu funksiyalar təsadüfən hazırlanmayıb. Onların məqsədi istifadəçini platformada mümkün qədər uzun müddət saxlamaqdır. Siz bir paylaşımı bitirən kimi digəri avtomatik gəlir. Video qurtaran kimi növbətisi başlayır. Nəticədə isə cəmi 5 dəqiqə baxacam dediyiniz tətbiqdə bəzən 1 saat belə vaxt keçirirsiniz. Avropa İttifaqı hesab edir ki, bu cür dizayn xüsusilə uşaqlar və yeniyetmələr üçün risk yarada bilər. Çünki bu mexanizmlər insanların diqqətini uzun müddət platformada saxlamaq üçün psixoloji prinsiplərdən istifadə edir. Buna görə tənzimləyicilər metadan istifadəçilərə bu funksiyaları asanlıqla söndürmək imkanı verməyi tələb edirlər. Əks halda şirkət çox böyük maliyyə sanksiyaları ilə üzləşə bilər. Bu məsələ təkcə Meta ilə məhdudlaşmır. Bütün texnologiya şirkətləri bu sualla üz-üzədir. Məqsəd nə yolla olur olsun, insanların diqqətini qazanmaqdır. Yoxsa burada sosial məsuliyyət məsələləri də ön planda olmalıdır. Amerikada gənc mühəndis Jake Laser
20 ildir əlil arabasına məhkum olmuş atası üçün böyük sürpriz hazırlayıb. Jake'in məqsədi atasına yenidən sərbəst hərəkət etmə imkanı vermək idi. Bunun üçün 4 ayaqlı robotlardan birini əldə edərək üzərinə xüsusi hazırlanmış rahat oturacaq quraşdırıb. Təhlükəsizlik kəmərləri, işıqlandırma sistemləri, fərdiləşdirilmiş detallar əlavə edərək bu robotu sadəcə bir nəqliyyat vasitəsi deyil, gələcəyin hərəkət texnologiyasına çevirməyi bacarıb. Lakin görünüş hələ hər şey demək deyil. Ən böyük çətinlik robotun insan daşıyarkən tarazlığını qoruması olub. Bunun üçün mühəndislər proqram təminatını dəfələrlə yenidən tənzimləməli olublar. Robot pilləkənlərdə, daşlı yollarda, çınqılı ərazilərdə və müxtəlif maneələr üzərində sınaqdan keçirilib və nəticə sadəcə möhtəşəmdir. Layihə hazır olduqdan sonra Jake robotu atasına təqdim edib və ortaya olduqca təsirli görüntülər çıxır. Jake'in atası illərdir gedə bilmədiyi yerlərə, dağlara, təpələrə çıxıb, təbiətin qoynunda rahat hərəkət edərək uzun müddətdən sonra bir çoxumuzun adi hesab elədiyi azadlıq hissini yenidən yaşayıb. Bu layihə bizə bir şeyi bir daha xatırladır. Texnologiya yalnız sürətli telefonlar və ya güclü kompüterlər yaratmaq üçün yox, insanlara faydalı olmaq üçün inkişaf etdirilməlidir. Bəzən texnologiyanın ən böyük uğuru bir insanın həyat keyfiyyətini dəyişmək, ona itirdiyi azadlığı geri qaytarmaqdır. Birinci toyuq yaranıb yoxsa printer? Bəli, söhbət məhz printerdən gedir. Alimlər yumurta olmadan toyuq yaratmağa nail olublar. ABŞ-ın biotexnologiya şirkəti Colossal Biosciences məhz bu istiqamətdə mühüm addım atıb. Şirkət 3D printerlə xüsusi süni qab hazırlayıb və onun içərisində toyuq embrionunun inkişafını uğurla təmin edib. Bəs buna nə ehtiyac var? Normalda quş embrionu yumurtanın içində böyüyür. Ancaq genetik dəyişiklik etmək və ya embrionun inkişafını yaxından izləmək burada təbii ki, çox çətindir. Yumurtanın qabığı alimlərin işini xeyli məhdudlaşdırır. Yeni sistemdə isə yumurtanın yerini şəffaf, 3D çap olunmuş xüsusi konteyner tutur. Embrion burada oksigen, qida və inkişaf üçün lazım olan mühitlə təmin olunur. Alimlər isə bütün prosesi kənardan izləyə, lazım gəldikdə genetik müdaxilə belə edə bilirlər. Bu texnologiyanın əsas məqsədi təbii ki, daha çox toyuq yetişdirmək deyil. Çünki bunun üçün inkubator sistemi də kifayət eləyir. Şirkət uzun müddətdir nəsli kəsilmiş heyvanların genetik xüsusiyyətlərini yenidən bərpa etmək üzərində çalışır. Belə layihələrdə quş embrionları üzərində dəqiq genetik dəyişikliklər etmək çox vacibdir. Yeni sistem bunu əvvəlkindən xeyli asanlaşdıra bilər. Bundan başqa bu üsul quş xəstəliklərinin öyrənilməsi, yeni vaksinlərin hazırlanması və inkişaf biologiyası sahəsində aparılan tədqiqatlara da böyük ölçüdə kömək edə bilər. Əlbəttə bu texnologiya hələ laboratoriya mərhələsindədir. Yəni sabah marketdən 3D printerdə yetişdirilmiş toyuq almaq mümkün olmayacaq. Amma elm bir daha göstərir ki, bəzən təbiətin milyon illərdir istifadə etdiyi sistemləri belə yenidən dizayn etmək mümkündür. Kim bilir, bəlkə də gələcəkdə bəzi quş növlərinin qorunması və hətta nəsli kəsilmiş növlərin geri qaytarılması məhz belə texnologiyalar sayəsində mümkün olacaq. Beləliklə, daha bir elm və texnologiya turumuzun sonuna gəldik. Yenidən görüşmək ümidi ilə kanala abunə olmağı və videoları əgər bəyəndinizsə, bəyən düyməsini basmağı unutmayaq.